Elmam müəllim, belə Türk birliyindən, Türk dövlətlərinin əlaqələrindən danışmışkən, bu çox belə həvəslə biz özümüz də təqdim edirdik. Turan birliyi yaranır, Türk dövlətlərinin rəhbərləri hətta Şuşaya gəlmişlər, görüşdülər. Türkiyədə görüş keçirilmişdi. Türk dövlətləri təşkilatı güclənməkdə davam edirdi. Belə bir məqamda qardaş üç ölkə, Türkmənistan, demək Qazaxıstan və Özbəkistan Yunan Kiprinin tanınmasından bağlı belə bir qərara gəldilər, hətta səfirlik açılmaq planları var. Bax, sizcə bu nəyə xidmət edir, nədən xəbər verir? Bu Türkiyəyə xəyanət deyilmi? Ümumiyyətlə, Türk dövlətlərinə, Türk dövlətləri təşkilatına xəyanət deyilmi? Bizim əsas hədəfimiz, Türkiyənin Azərbaycanın əsas hədəfi odur ki, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması. Türkiyə bu addım atıb, Azərbaycan bu istiqamətdə strateji əhəmiyyətli gedişlər edir. Və Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Azərbaycanda səfərdə olub və bilirsiniz ki, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başlarının qeyri-formal zirvə görüşündə iştirak edib. Yəni biz maksimum addımlar atırıq və eyni zamanda Azərbaycan parlamentində ilk dəfə Azərbaycan Respublikası Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupu formalaşıb. Bizim hörmətli həmkarımız Cavanşir Feyziyev ona rəhbərlik edir. Yəni bütün bunlar onu göstərir ki, Azərbaycan da bu dövlətin deməli Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qəbuluna da dəstək verdi. Bu prosesdə əsas tərəflərdən biri kimi iştirak elədi Türkiyə ilə yanaşı. Məqsədimiz sonunda odur ki, həm onun müstəqilliyini bütün Türk dünyası ölkələri tanısın və həm də Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvü olsun. Bu istiqamətdə işlər getməkdədir. Azərbaycanın mövqeyi budur. Bəllidir və yeri gəlmişkən haqqında bəhs etdiyimiz adada keçirilən beynəlxalq tədbirdə cənab prezident Şimali Kipr Türk Cümhuriyyətindən gələn deməli İbrahim bəyin də sualını cavablandırdı bu məsələlərlə bağlı və qeyd edirlər ki, biz hər zaman Şimali Kipr Türk Cümhuriyyətinin yanındayıq. Onun müşahidəçi statusunda qəbulunu da biz dəstəkləmişik. Bundan sonraki proseslərdə də onun yanındayıq və istəyirik ki, bu inteqrasiya tam öz məntiqi sonluğuna çatsın. Bizim mövqeyimiz, prinsipal mövqe budur və yeri gəlmişkən dərhal Ersin Tatar Cümhuriyyətinin rəhbəri Azərbaycan prezidentinə təşəkkürünü ifadə elədi. Bax, Bantara görüşlərə ilk görüşü cənab prezident məhz Ersin bəylə keçirdi və bunlar hamısı onu göstərir ki, bizim dostluğumuz və qardaşlığımız bu sözlər deyil, əməli addımlarla təsdiqini tapır. Həm də Türkiyənin yanında olmaq. Bəli, həm də bizim fəaliyyətimiz həm də o istiqamətdə idi ki, Qazaxıstan, Türk dövləti, Özbəkistan, Türk dövləti, sonra Türkmənistandır, Qırğızstandır. Onlar da Qırğızstan deyəsən hələ ki istisnadır. Yox, bizim Qırğızstanla da bizim bu təmaslarımız ona istiqamətlənmiş ki, onlar da Şimali Kipr Türk Cümhuriyyətinin tam inteqrasiyasını, Türk Dövlətləri Təşkilatının tam üzvü olması ideyasını dəstəkləsinlər. Bu istiqamətdə işlər gedirdi. Amma bugün təəssüf hissinə qeyd edirik ki, aldığımız informasiyalar bizi biraz məyus eləyib. Nədəndir Elmam müəllim? Biraz məyus eləyib və Avropa İttifaqının təkidi ilə Avropa İttifaqının haqqında bəhs edilən dövlətlərlə Qırğızstan istisna olmaqla apardığı danışıqlar nəticəsində artıq qeyd olunan Türk dövlətləri deməli Kipr Respublikasının, yəni Yunan Kiprinin müstəqilliyini tanımaq haqqında qərar qəbul edirlər. Hətta Avropa Birliyi Mərkəzi Asiya sammiti baş tutub. Və eyni zamanda səfirlik açmaq niyyətini ortaya qoyublar. Və burada qərbə cəhəti onunla bağlı ki, bugün Avropa İttifaqı özünün, mən deyərdim, ən pis dövrünü yaşayır. Bəli. Qızıl dövrün yaşasaydı, yenə deyərdim ki, haradasa başa düşməyə çalışır. Ən pis dövrünü yaşayır. Birləşmiş Ştatların prezidenti Donald Trump Avropa İttifaqı ölkələrini sanksiyalarla nəinki hədələyir, onu tətbiq edir. Rüsumlar tətbiq edir, Avropadan gələn mallara 20-25%lik. Və bu günləri hətta onlar təhqir edə biləcək ifadələr işlədir. Bilirsiniz də, mən hətta efirinizdən o səsləndirmək istəmirəm. Hətta o səviyyədə təhqir edir ki, sıraya düzülüblər, növbəyə düzülüblər ki, onunla təmasa girsinlər və dediyim kimi hələ bir onlarla bağlı bir təhqiramiz ifadələr də işlətdi. Yəni reallıq budur. İndi Ursula von der Leyen səfərə gedir Vaşinqtona ki, xahiş eləsin, yalvarsın, yaxarsın ki, bəs Avropa İttifaqına qarşı siyasətinizi dəyişin. Yəni Avropa İttifaqı bu günləri özünün ən pis dövrünü yaşayır. Bugün Birləşmiş Ştatların ikinci şəxsi Vance səviyyəsində, vitse-prezident səviyyəsində, Brüsseldə etiraf olunur ki, Avropa İttifaqı deməli öz dəyərlərinə uzaqlaşıb.
Avropa İttifaqında seçkilər saxta yolla keçirilir. Bunu açıq şəkildə deyir. Və faktlar çəkir, argumentlər çəkir ki, siz fundamental dəyərlərdən uzaqlaşmısınız. Və belə olan vəziyyətdə yəni Avropa İttifaqının özünün pis dövrünü yaşadığı, iqtisadi baxımdan çox ciddi problemlərlə üz-üzə qaldığı bir reallıqda bizim üçün dost, qardaş dövlətlərin Avropa İttifaqına münasibətlər belə səviyyədə inkişaf etdirmək və bir sammit keçirmək, xüsusilə də Şimali Kipr Türk Cümhuriyyətinin tanıdılması, onun tam inteqrasiyası, bu Türk Dövlət Təşkilatına inteqrasiyasına bağlı addımlar gözlədiyimiz bir reallıqda bizi məyus edə biləcək bir davranış görmüşük. Mən indi tələm-tələsik düzü şərh vermək istəmirəm, dərinə getmək istəmirəm. İçərimizdə ümid var ki, burada nəsə müəyyən anlaşılmazlıqlar da var. Yəni bunu edib, bu addımı atıb, mənim bu nikbin olmaq istəyirəm bu məsələlərdə. Çünki bizim münasibətlərimiz o qədər inkişaf edib ki, həm Qazaxstanla, həm Özbəkistanla, Türkmənistanla ikitərəfli münasibətlər, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlər, Azərbaycan prezidentinin çoxsaylı bu ölkələrə səfərlər, dövlət səfərlər, o ölkələrin liderlərinin Azərbaycana səfərləri və Türk Dövlətləri Təşkilatının genişlənməsi, inkişafının hər birinin verdiyi töhfə. Bütün bu reallıqlar fonunda bu halı mən görərkən içimdə bir həm də ümid çırağı yanır ki, əgər onlar deməli Kipr Respublikasının Yunan Kiprini tanıyırlarsa, səfirlik açırlarsa, bəlkə Şimali Kipr Türk Cümhuriyyəti ilə də bağlı analoji addım atmaq üçün bir balans siyasəti həyata keçirirlər. Mən burada nikbin olmaq istəyirəm ki, çünki başqa cür fikirləşəndə bilirsiniz, insan çox üzülür. Ona görə mən düşünürəm ki, bəlkə bu bir siyasi gedişdir, bəlkə bu bir siyasi manevrdir. Çünki analoji addımı Şimali Kipr Türk Cümhuriyyətinə münasibətdə etdikdə, onun müstəqilliyini tanıdıqda, səfirlik açdıqda, eyni zamanda onun deməli Türk Dövlətləri Təşkilatına üzvlüyünü tam dəstəklədikdə Avropa İttifaqı ilə müəyyən ziddiyyətlər yaranır, qarşıdurma, konfrontasiya mühiti formalaşır. Bəlkə bütün bu reallıqlar fonunda əsas niyyət Şimali Kipr Türk Cümhuriyyətini dəstəkləmək olsun. Amma bunu etmək üçün Kipr Respublikasına münasibətdə bir jest edib, sonra o birisini etmək üçün özünə yaşlı işıq mı yandırmaq? Bax, mən belə istəyərdim, bu mənim arzumdur. İstəyimdir ki, tək ki mənim bu düşüncələrim praktiki də öz həllini tapsın. Amma hər halda bugünkü reallıqda baş verən hadisə, mən yumşaq söyləyirəm, hələ ki məyusluq doğurub. Amma bu məyusluğun tezliklə keçəcəyi və mənim nikbin söylədiyim o proqnozların reallaşacağına inanmaq istəyərdik.